Salam dostlar, mən Elnur. Uzun müddətli maliyyə bazarları sahəsində çalışmışam və eyni zamanda bu sahədə araşdırma aparıram və tradinglə məşğulam. Həm trading, həm investisiya ilə məşğulam və mənə bu sahəyə necə qoşula bilərik, necə ticarət edə bilərik, ümumiyyətlə nələri bilməliyik, nələri öyrənməliyik, bununla bağlı bir çox suallar gəlir. Mən də düşündüm ki, bunları qısa-qısa videolar şəklində izah edə bilərəm və sizin üçün faydalı olarsa nə gözəl. İlk öncə dostlar, maliyyə bazarına qoşulmaqla bağlı qısaca bir izahat verəcəm və ümumiyyətlə maliyyə bazarı nədir, necə işləyir, bunlar haqqında sizə bu videoda məlumat verməyə çalışacağam. İlk öncə maliyyə bazarı real bazarlar kimi burada da belə deyək, hər hansı bir məhsul və ya xidmətlər satılır. Real bazarda biz real məhsullar alıb satırıqsa, maliyyə bazarında biz qiymətli kağızları, valyutaları, əmtələri, neft, qızıl, gümüş, onların kontraktlarını və o cümlədən kriptovalyuta alınıb satılır. Bu qlobal bir bazardır. Bu bazarın real məhsul bazarından fərqi ondadır ki, sərhədləri yoxdur. Bəzi bazarlar həftənin 5 günü 24 saat işləyir, bəziləri həftənin 7 günü 24 saat işləyir, misal kripto bazarları. Və internet, kompüter, telefon olan hər yerdən qoşula bilirsiniz bu bazarlara. Bir digər fərqi ondan ibarətdir ki, real məhsul bazarından. Bu bazarda həddindən artıq yüksək likvidlik var. Yəni siz bir məhsulu və yaxud da bir maliyyə alətini deyək, dərhal alıb dərhal sata bilirsiniz. Yəni saniyələr içərisində icra edə bilirsiniz əməliyyatlarınızı. Bu da insanlarda belə bir illüziya yaradır ki, aha biz bu bazara qoşulsaq qısa müddətdə zəngin olacağıq. Amma o elə deyildir. Bu bazarda yüksək risk vardır. Əgər siz riskləri idarə etməzsənizsə, qısa müddətdə pulunuzu itirə bilərsiniz. Bu eyni zamanda real məhsul bazarında da belədir. Əgər riskləri düzgün idarə etməzsənizsə, bir müddət sonra bankrot ola bilirsiniz. İndi bu bazarın ümumi təsviri. Bəs bu bazara biz necə qoşula bilərik? Bazara necə qoşula bilərikdən öncə biz bilməliyik ki, biz hansı bazara qoşulmalıyıq? Çünki maliyyə bazarının özünün növləri vardır. Misal üçün, həcminə görə ən böyük bazar istiqraz bazarı, bond bazarıdır. Bunun ümumi dövriyyəsi 300 trilyon dollara yaxındır. Hansı ki, bu bazar bizim kimi pərakəndə ticarətçilər üçün çox da əlverişli deyil. Çünki orada böyük həcmdə investisiyalar tələb olunur və bizim kimi kiçik investorlar üçün qeyd etdiyim kimi əl çatanlığı biraz məhdud səviyyədədir. Sonra gəlir misal üçün səhəm bazarı. Ümumi dövriyyəsi 108 trilyon dollardır. Xüsusilə Amerikan səhəm bazarı belə deyək, indi insanlar üçün daha cazibdir. Çünki o Amerikan şirkətlərinin belə deyək, səhmlərinin yüksəlməsi, onların gəlirliyi belə deyək, bir çox investor üçün daha cazibdir. Sonra gəlir Forex bazarı. Forex bazarı deyəndə valyuta bazarı nəzərdə tutulur ki, burada valyutalar, məsələn, avro, dollar, funt, yena saniyələr içində alınıb satılır və siz də bunlara əsasən belə deyək, düşünürsünüzsə ki, avro yüksələcək, avronu alıb gözləyirsiniz, oradan pul qazansınız və yaxud da düşünürsünüzsə ki, aha, məsələn, İngilis funtu bahalaşacaq, funtu alırsınız, gözləyirsiniz, oradan gəlir əldə etmiş olursunuz. Bu valyuta bazarıdır. Günlük dövriyyəsi 7,5 trilyon dollardır. Əmtəə bazarı deyəndə burada neft, qızıl, gümüş və s. onların kontraktları ilə ticarət etmiş olursunuz. Və həmçinin də derivativ, yəni törəmə maliyyələşlər bazarı bura daxildir. Futureslər, opsiyonlar, CFD-lər, səhəm CFD-lər və s. ki, bunlar isə ayrı bir mövzudur. Bunu başqa videoda izah edəcəm. İndi maliyyə bazarına qoşulan əksər insanlar ən bəsitindən belə deyək, Forex bazarından başlayır. Çünki Forex bazarına qoşulmaq həm daha asandır, həm də ki, belə deyək, burada kredit sini verildiyinə görə siz kiçik məbləğlərlə böyük həcmdə əməliyyatlar aça bilirsiniz. Bir çox insana cazib gəlir. Lakin təbii ki, bu özündə böyük risk ehtiva edir. Əgər siz o kredit sinini düzgün idarə etməzsənizsə, qeyd etdiyim kimi, o hər iki tərifi kəsən qılıncdır. Həm böyük gəlir gətirə bilir, həm də böyük zərərə məruz qala bilərsiniz. İndi Forex bazarından başlamaq əslində maliyyə bazarının belə deyək, bir mənada giriş qapısıdır. Niyə görə? Çünki siz Forex bazarını izləməklə, yəni valyutalara baxmaqla əslində bir ölkənin iqtisadiyyatı haqqında məlumat əldə etmiş olursunuz. Ümumiyyətlə, bir ölkənin əslində iqtisadi güzgüsü onun valyutasıdır. Əgər siz görürsünüz ki, valyuta dəyər qazanır, demək bu ölkənin iqtisadiyyatı müsbətə doğru irəliləyir. Yox, əgər bir ölkənin valyutası dəyər itirirsə, o zaman oturub düşünmək lazım ki, nə baş verir iqtisadiyyatda. İndi tutalım ki, siz hər hansı bir ölkənin səhmlərinə yatırım etmək istəyirsiniz. Əgər onun valyutası durmadan sürətli dəyər itirirsə, həmin ölkənin səhm bazarına yatırım etmək haqqında biraz düşünmək lazım. Çünki ölkənin valyutası dəyər itirirsə, sizin həmin laps deyək, ölkənin səhm bazarında gəlir əldə etsəniz belə, o inflyasiyadan belə deyək, sizin gəliriniz dəyər itirmiş olacaq. Yəni bu baxımdan əslində Forex bazarına qoşulmaq təkcə gəlir əldə etmək deyil, eyni zamanda
qlobal iqtisadiyyat haqqında məlumat əldə etməyə, hər hansı bir ölkənin iqtisadiyyatı haqqında məlumat əldə etmək üçün möhtəşəm bir resurs mənbəyidir. Çünki siz qeyd etdiyim kimi Forex bazarına baxmaqla pulun hara axdığını, likvidliyin artdığını mı, azaldığını mı müşahidə edə bilirsiniz. Və bütün bu bilikləri bilmədən ümumiyyətlə maliyyə bazarında uğurlu olmaq demək olar ki, mümkünsüzdür. Hətta səhm bazarı olsun, kripto bazarı olsun, bütün bu proseslər əslində valyuta bazarında gedən proseslərdən asılıdır. Yəni, misal üçün, tutaq ki, federal ehtiyatlar faiz dərəcəsindən aşağı salacaqsa, bu o anlama gəlir ki, dollar ucuzlaşacaq. Dolların ucuzlaşmasını siz Forex bazarında görə bilirsiniz. Dolların ucuzlaşması səhm bazarına müsbət təsir edir. Eyni zamanda dolların ucuzlaşması həm qızıl, həm də kripto bazarına belə deyək, müsbət təsir edir. Çünki bazarda likvidlik artmış olur. Siz bu bilikləri qeyd etdiyim kimi Forex bazarına qoşulmaqla əldə edə bilirsiniz. İndi sual budur. Okey. Tutaq ki, mən Forex bazarına qoşulmaq istəyirəm. Forex bazarına necə qoşulacaq? Ümumiyyətlə, dostlar, istər Forex olsun, istər səhm olsun, istər kripto olsun, biz onlara, həmin o bazarlara bir investisiya şirkəti və ya broker vasitəsilə qoşula bilirik. Maliyyə bazarına qoşulmaq üçün biz ilk olaraq bir broker tapmalıyıq. Və bu brokerdə taparkən, ümumiyyətlə, biz baxmalıyıq, görün, bu şirkətin, belə deyək, yaranma əsası nədir, neçə ildir fəaliyyət göstərir, güvənlidirmi, deyilmi, lisenziyası varmı, yoxmu? Bütün bunlara baxdıqdan sonra biz o bazarlara, həmin o brokeri seçə bilərik. Yoxsa bu saat bazarda yüzlərlə belə deyək də scam brokerlar var ki, siz vəsaitinizi yatırırsınız, sonra o vəsaiti geri çəkə bilmirsiniz. Bu baxımdan tutaq ki, biz maliyyə bazarına qoşulmaq istəyirik, bir investisiya şirkəti seçmək istəyirik, hardan başlamalıyıq? Və burada da bir nüansı qeyd edin, dostlar. Siz bu bazara qoşulmadan öncə, bu bazarı ilk öncə öyrənməlisiniz. Simülyasiya hesablarında, yəni demo hesablarda ticarət etməlisiniz. Əgər siz həqiqətən uğurlu bir strateji tapmışsınızsa və ya da effektiv ticarət edə bilirsinizsə, disiplinli risk idarə etməsilə ticarət edə bilirsinizsə, ondan sonra real yatırıma keçməlisiniz. Əks təqdirdə birbaşa bu bazara qoşulsanız, əmin olun ki, vəsaitinizi itirmiş olacaqsınız. İndi gəlin baxaq görün, biz brokeri necə tapa bilərik, demo hesabı necə ata bilərik və biz necə ticarət edə bilərik. Dostlar, biz bir broker seçərkən ilk öncə ən bəsitindən Trustpilot saytına daxil olaraq, istər Google-da, istər digər browserda yazsanız adı çıxacaq. Trustpilot yazaraq ora daxil olursunuz və həmin ora daxil olduqdan sonra axtarış bölməsində həmin o şirkətin adını yazaraqdan siz o şirkət haqqında məlumat əldə edə bilərsiniz ki, bu şirkət güvənlidirmi, deyilmi? Misal, o şirkətin haqqında araşdırma aparanda orada baxırsınız ki, 5 ulduz mu verilib, yoxsa 1 ulduz mu verilib, müştəri rəyləri nə yöndədir, şikayətlər varmı, yoxsa müsbət rəyləri varmı? İlk öncə bunu araşdırmalısınız. Çünki mən öz təcrübəmdə görmüşəm ki, Azərbaycanda bir xeyli insanı təəssüf ki, aldadıblar. Çox böyük məbləğdə vəsaitlərini alıb itiriblər və geri qaytarmayıblar hətta və ədalətli ticarət şərtləri təqdim etməyiblər. Bu baxımdan siz mütləq şəkildə, əgər sizə bir investisiya şirkətindən dəvət və ya təklif gələrsə yatırımla bağlı, ilk öncə o şirkəti araşdırmalısınız. Şirkət hardadır, nə işlə məşğuldur, neçə ildir fəaliyyət göstərir, Trustpilotda onun skoru nə yerdədir, müştərilər bu şirkət haqqında nə məlumat verir, rəylər necədir? Bunları bildikdən sonra həmin şirkətə belə deyək, yatırım edə bilərsiniz, ticarət edə bilərsiniz. Bu tamamilə belə deyək də araşdırmadan sonra olmalıdır. İndi biz tutaq ki, bir şirkət tapdıq və indi orada məsəl üçün biz bir demo hesab açmaq istəyirik. Dostlar, mən uzun müddətli ümumiyyətlə istədiyiniz şirkətdə ticarət edə bilərsiniz. Şəxsən mənim özüm ticarət etdiyim bir şirkət var. Amarket broker şirkətidir. Və həmin şirkətdə misal üçün siz demo aça bilərsiniz ən azından. Buradan Amarketin saytına gəlirsiniz, amarket.com. Buradan demo hesab bölməsinə gəlirsiniz. Demo hesaba klik edirsiniz dostlar. Burada adı, familiyanız, e-mailiniz və telefon nömrənizi yazdıqdan sonra bir demo, simülyasiya hesabı açırsınız. Bu təkrar edən virtual puldur. Heç bir real investisiya deyildir. İlk olaraq öyrənmək üçün. Tutaq ki, siz bir demo hesab açdınız dostlar. Demo hesab açandan sonra sizin belə bir müştəri kabinetiniz olmuş olacaq və müştəri kabinetinə gəlirsiniz. Burada settings bölməsində new demo account var. Yeni demo hesab. Yer gəlmişəm burada bu şirkətin dilini dəyişə bilərsiniz. Yəni web saytın dilini dəyişə bilərsiniz. İstəsəniz ingiliscə, istəsəniz rusca, türkcə və s. dillərdən istifadə edə bilərsiniz. Burada demo hesab bölməsinə gəlirsiniz. Demo hesab gələndən sonra dostlar, burada MT4, MT5 platforması var gördüyünüz kimi. MT5, MT4 platforması
ən çox istifadə olunan platformadır və bunu MetaQuote şirkəti yazıb. Bu dediyimiz kimi bir proqram təminatıdır. İndi mən sizə göstərəcəm o nə olan şeydir və biz onunla necə ticarət edirik. Tutaq ki, siz MT4 və ya MT5 platformasını seçirsiniz. Starting balance məsələn, tutaq ki, 10.000 dollarlıq bir demo hesab götürürsünüz. Bunu 50.000 dollarda seçə bilərsiniz. 5.000 dollarda, 100 dollarda seçə bilərsiniz. Bu demo hesabdır qeyd etdiyimiz kimi. Aha, gəlirik leverage. Leverage dostlar kredit çini deməkdir. Yəni siz neçə kredit çini ilə ticarət etmək istəyirsiniz. Misal 1-in 3.000-ə, 1-in 2.000-ə, 1-in 1000-ə, 1-in 500-ə. Bu kredit çini o deməkdir ki, sizin qoyduğunuz depozitdən 500 dəfə çox, misal tutaq ki, 1500-ə seçirsiniz, 500 dəfə çox əməliyyat açmağa icazə verir. Məsəl üçün, siz tutaq ki, 1000 dollarlıq yatırım etmişsinizsə, broker sizə 500.000 dollarlıq əməliyyat açmağa imkan yaradır. Bu 1500 kredit çini deməkdir. Və yaxud da siz məsələ 1-in 1000-ə ticarət edirsinizsə, məsələ deyək ki, siz məsələn 1-in 100-ə deyək, 1-in 100-ə kredit seçmişsinizsə, 1000 dollar yatırım etmişsinizsə, sizə 100.000 dollar həcmində əməliyyat açmağa imkan verir. Yəni kiçik pulla böyük əməliyyat açmağa imkan verir. Bu kredit çini, leverage budur. İndi tutaq ki, biz 1-in 3.000-ə seçirik. Təsəvvür edin, qoyduğunuz məbləğdən 3000 dəfə böyük əməliyyat açmağa imkan verir. Amma bu o demək deyil ki, siz o böyük həcmdə əməliyyat açanda sürətli zəngin olacaqsınız. Böyük həcmdə əməliyyat açanda siz böyük də zərərə gedə bilirsiniz ki, bunu indi mən ticarət bölməsində göstərəcəm. Tutaq ki, biz 1500-də kredit çini seçdik. Yeri gəlmişkən, ümumiyyətlə, Azərbaycan qanunvericiliyində kredit çini maksimum 1-in 100-ədir və 1-in 50-də təzə başlayan treyderlər üçündür. Yəni, heç bir təcrübəniz yoxsa 1-in 50-ədir. O cümlədən Avropa Birliyində də 1-in 50-ədir maksimum. Lakin offshore şirkətlərdə ancaq kredit çini yüksək verilə bilir. Tutalım ki, biz 1500-də kredit çinini seçdik və open account deyəndən sonra dostlar, sizin belə deyək, həmin bu platformanı seçəndən sonra open account seçdiniz. Burada gəlirsiniz dostlar, MT4, tutalım ki, open account dedik. Hesab açılsın, demo hesab. Aha, demo hesab açıldı gördüyünüz kimi. Burada username'iniz var, passwordunuz var və server demo var. İndi mən göstərəcəm onu necə edəcəksiniz. İndi dostlar, demo hesab açandan sonra burada gəlirsiniz buradan MT4 və ya indi MT5 platforması biz seçmişdik. MT5 platformasını üzərine klik edirsiniz. Windows'a, Mac'dirsə Mac'ə və telefonunda edəcəksə, telefonunuzdakı uyğun proqrama əsasən bu platformanı endirirsiniz. Tutaq ki, Windows seçdik, bunu endirirsiniz və bunu endirəndən sonra həmin o proqramın setup'ını qurursunuz və onu qurandan sonra belə bir platforma açılmış olacaq. Belə bir platform açılmış olacaq. Həmin o demo hesab açanda dostlar, burada logininizi, bayaq demo açanda orada saytda görsənirdi. Logininizi, şifrənizi və serverinizi yazıb daxil olursunuz. Buradan ümumiyyətlə bura daxil olmaq üçün ilk öncə buradan fayl bölməsinə gəlirsiniz. Fayl bölməsində login to trade account deyirsiniz və buradan logininizi, şifrənizi, hansı ki bayaq biz demo hesab açanda orada görsənirdi və server yazırsınız, daxil olursunuz. Daxil olandan sonra dostlar, belə bir platforma, MT5 platforması açılmış olur. Bu diqqət yetirsəniz alətlər panelidir. Yəni bu hissədə siz maliyyə alətlərini görə bilirsiniz. Məsələn, bu Apple'ın CFD'si var, AUD-USD, Avstraliya dolları, Amerikan dolları və s. Burada isə ticarət balansı, məsələn 10.000 dollarlıq tutaq ki, demo hesabınız var idi. Məsələn, əməliyyat açılıb, indi 10.260 dollar olub. Buradan indi, məsələn, biz bu qrafiki görmək üçün bu avro-dollar valyuta cütlüyün qrafikidir, dostlar. Burada məsələn, avro-dolların üzərinə gəlirsiniz. Baxın, chart window desəniz, yeni bir qrafik açılmış olacaq. Buradan properties'e gəlib, grid'e gəlib, arxadakı bu xanaları qaldıra bilərsiniz. Və yaxud da ki, burada zaman dilimini seçə bilərsiniz. 5 dəqiqəlik, 15 dəqiqəlik, 30 dəqiqəlik belə deyək, zaman dilimi seçə bilirsiniz. Bu sadəcə platformanın funksionallığı ilə bağlı bəzi məsələlərdir. İndi burada bu şam qrafikidir, belə deyək, Yapon şamlarının qrafikidir. Bu qrafiki mən istəsəm, məsələn, xətti qrafikə keçirə bilərəm, istəsəniz bar charta keçirə bilərsiniz. Yəni, bu qrafikin heç bir önəmi yoxdur əslində. Ticarət edən adam üçün bu şam qrafiki oldu, xətti qrafiki oldu, onun heç bir önəmi yoxdur. İndi dostlar, tutaq ki, mən bir əməliyyat açmaq istəyəm, məsələn, avro dollarda. Burada yeri gəlmişkən siz
bu əməliyyatı açmaq üçün, alış və ya satış etmək üçün tutaq ki, düşünürsünüzsə ki, avro bahalaşacaq. Misal, analiz etmişsiniz ki, bu analizin də ayrıca növü var, fundamental analiz, texnik analiz. Bunu ayrıca videoda izah edəcəyik. Tutaq ki, mən düşünürəm ki, məsəl üçün, avro bahalaşacaq, mən bir alış açmaq istəyirəm. Buradan gəlirsiniz, one click trading var. One click trading klik edirsiniz sağ düymə basaraqdan. Burada görürsünüz dostlar, one click trading. Artıq mənim gəlib burada aləti seçib təkrar new order yazarkən burada rəqəmləri və s. yazıb daxil etməmə gərək yoxdur. Birbaşa ekranın üzərinə bu alış-satış əmrini yerləşdirirəm və buradan dostlar bu bir lot, bir yazıdır. Bu bir əməliyyat həcmini göstərir. Əməliyyat həcmi deyəndə bir lot 100 min dollarlıq nə isə almaq, nə isə satmaq deməkdir. İndi dostlar, deyəcəksiniz ki, axı Elnur, sənin, məsələn, mən tutaq ki, bir lot alış açmaq istəyirəm. Nə edəcəm? Məsələn, bir lot avroya düşünürəm ki, alış açacağam, 1-ə basıram. İndi burada buy düyməsinə, alış düyməsinə bastım. Deyəcəksiniz ki, bəs yaxşı, axı sənin 100 min dolların yoxdur, sən necə bir lotla, yəni 100 min dollarlıq əməliyyat açırsan. Dostlar, burada kredit çini 1-in 500-ə olduğuna görə, yəni bu sistem mənə, belə deyək ki, 500 min dollarlıq əməliyyat açma imkanı verdiyinə görə, belə deyək, mən 1-in 500-ə kredit çinindən istifadə edirəm. Və belə olanda da dostlar, mən bir lotla əməliyyat açanda broker məndən cəmi cümlətən 232 dollar marjin tutur, yəni pul tutur. 232 dollara qarşı mən 100 min dollarlıq əməliyyat açmış oluram. Əgər məsələ üçün deyək ki, mən 1-in 1000-ə kreditisini seçsəydim, məndən tutulacaq məbləğ təxminən olacaqdı 116 dollar, 117 dollar belə deyək, məndən toplamda pul tutmuş olacaqdı. Yəni, mən 117 dollarla 100 min dollarlıq əməliyyat açmış olacaqdım. İndi bir lotluq əməliyyat açdım. Bu nə anlama gəlir? Baxın, burada açılış qiyməti 1.16400-dür dostlar. Bir lotla əməliyyat açmaq o deməkdir ki, əgər bu qiymət 1.16401 olarsa, mən 1 dollar qazanmışam, 399 olarsa 1 dollar zərərə getmiş oluram. Yəni, bu sonuncu rəqəm, pip, bir pip dəyişməsi 1 dollar anlamına gəlir. Bir lotluq əməliyyat açanda. İndi mən 2 lotla əməliyyat açası olsam, tutaq ki, mən 2 lotla alış açdım. Bu halda misal üçün 1 punkt dəyişməsi 2 dollar olacaq. 10 lotla əməliyyat açsam, 1 punkt dəyişməsi 10 dollar ya qazanacam, ya itirəcəm. Və bir çox insanın yanıldığı da nüans buradadır ki, düşünür ki, mən böyük həcmdə əməliyyat açsam, qısa sürətdə zəngin olacam. Amma əksinə elə deyil dostlar. Bu 1 punkt aşağı və yuxarı getməsi saniyələr içərisindədir. Əgər siz burada lot həcmini, yəni əməliyyat həcmini düzgün tənzimləməzsənizsə, tutaq ki, mən burada 50 lot əməliyyat açsam, 1 punkt dəyişməsi mənim üçün 50 dollar yuxarı və ya 50 dollar aşağı getməsi deməkdir. 10 punkt gedərsə, 10 punktun da getməsi bu saniyələr içərisində olan bir prosesdir. Mənim 500 dollar qazanmam və 500 dollar itirməyim anlamına gəlir. Bu baxımdan siz hər zaman bu lot həcmlərini belə deyək də, minimum səviyyədə risk idarə etməsini eləməlisiniz ki, bu da dediyim kimi ayrıca bir mövzunun, videonun mövzusudur ki, o haqda danışacaq. İndi tutaq ki, mən bir lotdan əməliyyat açdım, hal-hazır görürsünüzsə 16 dollar zərərdədir. Niyə? Diqqət etirsiniz, aldığım qiymət 1.16400-dür, amma hal-hazırda qiymət 1.16384-dür. Yəni 16 punkt aşağıdadır və durmadan görürsünüz, bu zərər aşağı-yuxarı gedir. İndi dostlar, tutaq ki, bu qiymət yuxarı getdi, mən buradan əməliyyat açdım və düşünürəm ki, məsəl üçün deyə avro bahalaşacaq. Bəs yaxşı, bu əməliyyat açandan sonra gedib evdə oturmalıyam mı, çayımı içməliyəm, gəzə bilərəmmi? Xeyr dostlar, siz hər əməliyyat açanda mütləq zərərimi durdur əmri vardır. Misal üçün, tutaq ki, mən deyirəm ki, artıq stop loss əmri, bunu çəkirəm bura. Alış açmışamsa, həmin xəttin üzərindən tutub aşağı çəkəndə bu stop loss'a çevrilir. Stop loss'u rəqəm ilə də yaza bilirsiniz. Bu sadəcə bu daha sadə olduğuna görə göstərirəm. Baxın, sıvı stop loss. Deyirəm ki, məsələ, avro dollar əgər bu səviyyə gələrsə, mən 104 dollar itirmiş olacam və 104 dollar zərərlə bu əməliyyatdan çıxacam. İndi qazanc hədəfi də tutalım ki, mən gözləyirəm ki, avro dollar yüksələcək və gələcək məsəl üçün buraya. Məsələn, bura qədər bahalaşacaq. Düşünürəm ki, yüksəlsə, məsələn, mən bu hissədə çıxacaq. Gəlib burada take profit, mənfəətimi götür əmri qoyuram və bu da 201 dollardır. Yəni, avro dollar bura gəlib toxunsa, deyək, mən 201 dollar qazanacam. Bura gəlib toxunsa isə, stop loss'u vursa isə 104 dollar itirmiş olacaq. Bu sanki 1-in 2-yə risk və risk qazanc mükafatıdır. Yəni, 1-2-yə qarşı təxminən 2 qazanc deməkdir. Və siz bu ticarət edərkən hər zaman qeyd etdiyimiz kimi stop loss əmrini mütləq qoymalısınız. İndi bu stop loss əmri niyə bura qoyuldu? Əslində bura mı qoyulmalıdır? Take profit niyə bura qoyuldu? Niyə bura qoyulmalı idi? Və s. Təbii ki, bu ayrıca mövzudur
ki biz bunu texniki analizdə izah edəcəyik. Yəni bu təsadüfi qoyula bilməz. Hə, mən çəkim tutaq deyirəm ki, mən take profitimi çəkib bura qoymaq istəyirəm məsələ. Gəlsin məsələ 368 dollar. Avro gəlib buranı vursa mən 368 dollar qazanacağam. İndi baxmaq lazım görüm avro dolların buraya gəlmə ehtimalı nə qədərdir? Yəni take profiti vurma ehtimalı nə qədərdir? Buradan gəlib stop lossu vurma ehtimalı nə qədərdir? Bəlkə stop lossu vurma ehtimalı məsələ 60, 70 və ya 90%-dir. Gəlib take profiti vurma ehtimalı məsələ 10%-dir. Bu əməliyyatı gedərsinizmi? Bu riskli bir əməliyyatdır. Çünki gəlib burada stop lossu vurma ehtimalı daha yüksəkdir. Biz indi nəyə əsasən bu ehtimalları hesablayırıq? Nəyə əsasən stop lossumuzu, nəyə əsasən take profitimizi qoyuruq? Dediyim kimi bunu ayrıca bir videoda izah edəcəyim. Bu sadəcə olaraq belə deyək, forex bazarına necə qoşula bilərik, necə ticarət edə bilərik, bəsit bir nümunədir. Siz ilk olaraq demo hesab aça bilərsiniz və demo hesabda simulyasiya hesablarında test etdikdən sonra ondan sonra artıq real hesab haqqında düşünə bilərsiniz. Əziz dostlar, bu qısaca qeyd etdiyim kimi forex bazarına qoşulmaqla bağlı olan bir videodur. İnşallah növbəti videolarımızda bazarı necə analiz edə bilərik, fundamental analiz nədir, texnik analiz nədir, risk idarə etməsi nədir, effektiv strategiyalar hansılardır? Bu haqqında silsilə şəklində sizinlə videolarımızı paylaşacağıq. Ümid edirəm faydalı olmuşdur. Sağ olun.